Mən Paşayeva Könül Əhməd qızı Bərdə rayonunda yaşayıram. Orta məktəbdə müəllimə işləyirdim. Çox sevinirdim ki, artıq təqaüdə çıxacağam, istirahət eləyəcəm. Ümidlərlə yaşayırdım, gəzəcəm. Vaxtım olmayıb nə qədər. Amma qəfil məlum oldu ki, böyrəklərimdə büzüşmə gedib hər ikisində. Fəaliyyətdən düşüb. Sonra xəstəxanalara müraciət elədik. Dedilər ki, ancaq dializlə yaşaya bilərsən. 10 ay idi ki, dializ xəstəsi idim. 4 dəfə kateter dəyişdirmişəm. Sonra məlum oldu ki, İctimai Sığorta Milli Koordinasiya Mərkəzi açılıb. Çox sevindik, gəldik, müraciət elədik. Məsləhət gördülər ki, Səhiyyə Nazirliyində növbəyə durun, müəyyən analizlər verin, maraqlanacağıq məsələlərlə. Növbəti dəfə noyabrın 19-unda dializdən çıxıb evə gəlirdim, namid, təzyiqim yüksək, ağrılarla. Qəfil zəng gəldi. Baxdım ki, Mircəlal həkimin həyəcanlı səsidir. Özünüzü təcili çatdırın, sizə donor var. Çox sevindik. Elə yoldan heç evə dönmədən təcili Bakıya. Gəldik noyabrın 19-u səhərə yaxın əməliyyata getdim. Və indi hal-hazırda da vəziyyətim yaxşıdır. Çox razıyam. Bütün xidmətlərdən. İstəyir doktorların xidməti, istəyir tibb bacılarının münasibəti. Bizi çox razı salır. Onlara çox ürəkdən deyirəm. Mircəlal doktordur, Bəxtiyar doktordur. Tanımadığım başqa doktorlardır, adını çəkə bilmədiklərim. Hamısına dərin təşəkkür, minnətdaram. İndi artıq yaşamaq həvəsim var. Nəvələrimlə heç yaxşı gün keçirə bilmədim. Amma indi ümidim var ki, bu yay mən böyük arzum Kəlbəcərə gəzməyə getmək olur. Çünki bunun hamısı buradakı doktorların sayəsindədir. Onların bizə göstərdiyi qayğıdan. Bir dəqiqə yox, bir saniyə mən buradakı işçilərin diqqətini üzerimizdən kənarda hiss eləməmişik. Çox gözəl xidmət göstərirlər, çox mehribandılar, çox mədənidirlər, gözəl qayğıkeş doktorlardır. Hər gün bizi müayinə eləyirlər, maraqlanırlar. Çox sağ olsunlar. Yaşamaq həvəsimizi artırırlar. Hamıya təşəkkür edirik, hamıya. Yaxşı ki, mərkəz açılıb, yaxşı ki, insanların xidmətindədir. İcbari tibbi sığortaya, koordinasiya mərkəzinə, Gömrük hospitalına, Mircəlal doktora, Bəxtiyar doktora, ümumiyyətlə bütün kollektivə təşəkkür edirəm.